Bölgə TV xəbər verir ki, Göygöl rayonunun Hacıkənd ətrafında yerləşən 10 saylı meşəbəyliyinin 4 və 2 saylı dolaylarında geniş miqyaslı mühafizə və təbii bərpa işləri həyata keçirilib. Məlumata görə ümumilikdə 750 hektar ərazidə çəpərlənmə işləri tamamlanıb. Bu ərazilərdə əsasən vələs, göyrüş, fıstıq və ağcaqayın ağacları üstünlük təşkil edir. Təbii bərpa prosesi çərçivəsində həmçinin gilas ağaclarının əkilməsi də təmin edilib. Eyni zamanda 10 saylı regional meşə təsərrüfatı mərkəzinin Zurnabad meşəbəyliyinin 7 saylı dolayında yerləşən tinglik sahəsində yeni əkinlər aparılıb. Burada əsasən eldaşamı tinglər əkilib. Hazırda tinglik sahəsində 70 mindən artıq ağac əkilərək ərazidə palıd, sərf, cökə, eldaşamı, tut və göyrüş kimi ağac növləri yetişdirilir. Bundan əlavə 0,86 sotluq əlavə sahədə də cökə, tut, sərf əkin işləri həyata keçirilib. Meşə bərpası ilə yanaşı Murov dağının ətəyində geniş miqyaslı əkin işləri davam edir. Burada 3 hektara yaxın ərazidə təxminən 1600 ağac növü əkilib. Bununla yanaşı ərazilərin qorunması məqsədi ilə mühafizə xəndəklərinin çəkilişi aparılır. Artıq 400 metr xəndək çəkilib. Ümumilikdə isə 1500 metr uzunluğunda xəndək tikintisi planlaşdırılıb. 10 saylı regional meşə təsərrüfat mərkəzinin direktoru Ramin Lətifov bildirib ki, görülən işlər meşə fondunun bərpası, torpaq münbitliyinin qorunması və ekoloji tarazlığın bərpasına xidmət edir. Onun sözlərinə görə bərpa prosesi mərhələli şəkildə həyata keçirilir və qarşıdakı dövrdə daha geniş ərazilərdə yeni əkin və qoruma tədbirləri nəzərdə tutulur. Dilbər Vüqar qızı, Niyaməddin Əşrəfov, Niyaməddin Hüseynov, Bölgə TV.